Kia Soul avtomobildir. Amerikankadır. İndi özüm belə geniş durmuşam ki, qoy nömrə düşsün. Deməli, dövlət qeydiyyat nişanı düşür də, düzdürmü? Bu avtomobil servis adı çəkməyəcəm. 4 gündür, mənim 4 gündə. Bir dənə yaxınlaş zəhmət olmasa. Deməli, avtomobil sahibi qardaşdır. Bəli. 4 gündür bir servisin həyətindədir. Bəli, 4 gün. Sonra deyiblər ki, mütəxəssisimiz yoxdur, bu şeyə baxa bilər. Hə, mütəxəssisimiz yoxdur, baxa bilməyəcək, yəni başqa yerə apara bilər. GDI falan dəyişdiriblər. Bəli. Deməli, avtomobildə GDI motordur bu, yüksək təzyiqli motordur. Farsı qolada yüksək təzyiqlidir. GDI dəyişdiriblər bundan, sonra deyiblər ki, qardaş, yox, bu maşın Amerikandadır, bizim hələ mütəxəssislər biraz bunun üstündə inkişaf eləməyib, təcrübə keçməyib. Nəysə, götürüb qardaş elə bir gün evakuatorundan biri günorta gətirib düşürtdü bura. Maşını 4 günə xodlanmayan maşını neçə saat qurtarmışıq? 4 saatı var. 4 saat olar. 4 günə xodlanmayan maşını 4 saatı qurtarmışıq, Allahın izni ilə. Allah sizdən razı olsun. Xodladıq, qardaşım, nə lazım idi də elədik, özü də burada Allah şahiddir. Allah köməyiniz olsun. Narazılığın yoxdur. Yox, qardaş, Allah sizi var eləsin. Allah səndən razı olsun, sağ ol qardaşım mənim. Allahım da olsun, Amerikanka istənilən yeni model, nə oldu götür yanıma. Xodlanmayan nə maşın varsa götür gəl, mən xodlayacağam. Yaxşı, başın var olsun. Sağ olun, var olun. Allah köməyiniz olsun. Nəticə də göz qarşısındadır, izləmədə qal. Sağ ol. Sağ ol qardaş. Sağ ol qaqa.